Hər vaxtınız xeyir, dəyərli izləyicilərimiz. Bugün sizə 4 otaqdan ibarət 2 mərtəbəli həyət evi çəkib göstərəm. Çəkişə başlayırıq evimizin ikinci mərtəbəsindən. İkinci mərtəbəyə qalxan pilləkənlər başlayaq otaqlara. Burada evimizin birinci otağıdır. Yerləşim yeri Masazır qəsəbəsində 106 nömrəli məktəbin yanında. 4 otaq. Evimizin ikinci otağıdır. Burada eyvan, bütün pəncərələrin qabağı açıqdır. Bu da ki evimizin üçüncü otağıdır. Hamamla ayaq yolsu düşür birinci mərtəbəyə. Evimizin birinci mərtəbəsi, bu bizim giriş qapı. Bütün birinci mərtəbə istipoldan ibarətdir. Çünki birinci mərtəbə beton monolitdir. 2 ilə 1-in arası beton monolit. Tam qoşadaş. Evimizin qonaq otağıdır. Qonaq otağı pəncərəsi öz həyətinə baxır. Tam qoşadaş ev. Bax, burada istipola görə kollektor yığılıb. Evimizin mətbəxi. Mətbəxin pəncərəsi öz həyətinə açılır. Tam yaşayışlı ərazi Masazır qəsəbəsində 106 nömrəli məktəbin tam yaxınlığında. Uşağı bırak getsin məktəbə. Bu da ki birinci mərtəbə olan hamamla ayaq yolsudur. Çıxan evimizin həyətinə. Və bu da bizim evimiz. Böyle bir gözəl evdir. Həyətinə rahat belki de 1-2 dənə maşın yerləşər. 6 zirzəmi. Tam kupça qiymətdəki 110.000 manat.